İranda məcburi icab qaydalarının sərtləşdirilməsi ilə bağlı yeni qanun layihəsi qəbul edilmədikdən sonra ictimai nizam-intizam yüksəldilməsi adı altında məcburi hicab qaydalarını pozanlara qarşı cəza tədbirləri həyata keçirilir. Məlumata görə yeni tətbiqdə məcburi hicab qaydalarını pozanlara xidmət göstərən mağaza, kafe, restoran və başqa iaşə obyektlərinin bağlanması və onların sahiblərinə qarşı cinayət işinin açılması, həmçinin maddi cərimənin artırılması da nəzərdə tutulub. Qeyd edək ki, bir həftə əvvəl İran Məsləhət Şurasının üzvü Məhəmməd Rıza Bahunərə istinadən İranda məcburi hicab qaydalarının tətbiqi dayandırıldı, məzmunlu məlumatlar yayılıb. Bahunər isə ötən gün İran televiziyasına verdiyi müsahibədə fikirlərinin yanlış başa düşüldüyünü bildirib. Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Vədud Əsədi və Mürtəza Pərvininin xəstəxanaya köçürülməsinə icazə verilməyib. Bununla bağlı Vədud Əsədi həbsxanadan yaydığı məlumatda bildirib. Bundan əvvəl xəstəxanaya həbsxana geyimində getməyəcəyimiz barədə bildirməyimizə baxmayaraq həbsxana rəhbərliyi bunun məcburi olduğunu deyərək mülki formada müayinə və müalicəyə aparılmağımıza icazə vermədi, milli fəal deyib. O, müayinə və müalicə ilə bağlı 6 ay bundan əvvəl yazılı müraciət etdiyinə diqqət çəkib. Həbsxana rəhbərliyinin onları tibb xidmət hüququndan məhrum etməsini əlavə təzyiq adlandırıb. Qeyd edək ki, Vədud Əsədi milli təhlükəsizliyi pozmaq üçün əlbir olmaq, Mürtəza Pərvini isə toplaşmaq və əlbir olmaq, həmçinin hökumətə qarşı təbliğat ittihamlarına görə həbs ediliblər. Xankəndi, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb. Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli qayıdışını və bərpa işlərini vurğulayıb. Xankəndi, Ağdərə və Xocalı rayonlarına 22 minə yaxın şəxs məskunlaşıb. Əhalinin köçü mərhələli şəkildə həyata keçirilir. Xankəndidə, Xocalı və Ağdərədə bərpa işləri aparılır. Bu ərazilərdə 6 minə yaxın keçmiş məcburi köçkün yerləşdiriləcək. Eyni zamanda iqtisadiyyatın bərpası, məşğulluğun artırılması və sahibkarlığın genişləndirilməsi istiqamətində tədbirlər görülür. İndiyədək bu ərazilərə 65 milyon manat investisiya qoyulub. Qarabağda Zəfərin 5 illiyinə həsr edilmiş mənəvi dəyərlər həftəsi layihəsi gənclərin milli kimlik və vətənpərvərlik şuurunu gücləndirməyi hədəfləyir. İran nümayəndələri oktyabrın 13-də Misirin Şarm Əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibəti ilə keçiriləcək Yaxın Şərq sülh samitinə qatılmayacaq. Bu barədə Tasnim agentliyi məlumat yayıb. Məlumata görə dəvətə baxmayaraq İran hökumətinin nümayəndələrinin heç bir samitdə iştirak etmək üçün Misirə uçmağı planlaşdırmır. İranla yanaşı İsrail nümayəndələri də Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibəti ilə Misirin Şarm Əş-Şeyx şəhərində keçiriləcək sülh samitinə qatılmayacaq. Bu barədə jurnalistlərə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan bildirib. İsrailin heç bir nümayəndəsi samitdə iştirak etməyəcəyi o deyib. Qeyd edək ki, İsrail və Həmas Misirin vasitəçiliyi ilə atəşkəs razılaşmasına nail olub. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzza zolağında qismən çıxarılmasından sonra qüvvəyə minib. Hollandiya Ukrayna hərbi dəniz qüvvələrinə Alkamar sinifli mina əleyhinə gəmi verib. Bu barədə Ukraynanın NV nəşri Ukrayna hərbi dəniz qüvvələrinin komandanı Aleksey Neşpapaya istinadən məlumat yayıb. Biz bu yaxınlarda tərəfdaşlarımızdan Alkmar sinifli mina əleyhinə gəmi aldıq və ilin sonuna qədər daha bir gəminin təhvil verilməsini gözləyirik. Artıq ekipaj hazırlığı gedir. Neşpapa deyib. Həmas tərk silah planına əməl edəcək. Bu barədə Amerika prezidenti Donald Trump Knessetdə jurnalistlərə açıqlamasında bildirib. Amerika prezidenti deyib ki, müharibə bitdi. Hamas razılaşmaya əməl edəcək. Bu əla gündür. Bu tamamilə yeni bir başlanğıcdır. Trump Knessetdə xatirə kitabını da imzalayıb. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.